Selamun Aleyküm və Rahmetullah. Hər bir müsəlmanın arzusu olan, təbii ki, Quran və sünnə uyğun belə bir gözəl nəsihət var. Deyir, nəsihət olaraq bunu istəyirsənsə, bunu et. Xoşbəxt olmaq istəyirsənsə, hər gün Quran oxu. Sağlam olmaq istəyirsənsə, bazar ertəsi və cümə axşamı, yəni 1-ci və 4-cü günün orucunu tut. Salamat olmaq istəyirsənsə, ağ günlərin, yəni 13-ü, 14-ü, 15-ci gününün orucunu tut. Üzün nurlanmağını istəyirsənsə, gecələri 2 rükətdə olsa namaz qıl. Sakit, rahat olmaq istəyirsənsə, Allahı zikr etməyi çoxalt. Mal, dövlət, oğul, uşaq istəyirsənsə, Allahdan daha çox istiğfar, bağışlanma dilə. Üzüntü, kədəri aradan qaldırmaq istəyirsənsə, daha çox Allaha dua et. Sıxıntı, çətinlik içindəsənsə, la havlə və la quvvətə illə billah zikrini çoxalt. Bərəkətin olmağını istəyirsənsə, sallallahu aleyhi və səlləm Peyğəmbərimizə salavat de. Başına gələcək bəlanı dəf etmək istəyirsənsə, az da olsa sədəqə ver. Allahın səni sevməsini istəyirsənsə, valideynlərinə yaxşılıq et. Allahın səni bağışlanmağını istəyirsənsə, səni zülm edəni bağışla. Allahın sənə rəhm etməsini istəyirsənsə, yerdəkiləri rəhm et. Allahın razılığını və cənnəti istəyirsənsə, tövbə et, namazları vaxtında qıl. Gözəl sonluq olmağını istəyirsənsə, la ilahə illallah zikrini çoxalt. Yaxşı iş görmək istəyirsənsə, xeyir iş görənə kömək ol. Allah hər bir müsəlmanı bu xeyirlə mükafatlandırsın.